3 ərazidə kirayə mexanizmi çərçivəsində verilən mənzillərin sayı açıqlanıb. Bu ilin ötən dövründə satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2796 tam təmirli mənzil vətəndaşların ixtiyarına verilib. İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildirib ki, təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik məktəb, uşaq bağçası, nəqliyyat və digər zəruri sosial infrastruktur obyektlərə yaxın ərazilərdə 2013-cü ildən sonra inşa edilmiş yaşayış komplekslərində yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunub. Kombi, isitmə sistemi, su, qaz, elektrik sayğacları ilə təchiz edilib. Mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Bu ilin dekabr 24 tarixinə kimi kirayə müqavilənin sayı 2790-dan çox olub. Və bu əvvəlki ilin göstəricilərə nisbətən də çoxdur. Belə ki, əvvəlki ildə 1871 sayda kirayə müqaviləsi rəsmiləşdirilmişdi. Kirayə mənzil mexanizmi çərçivəsində fond tərəfindən müxtəlif ünvanlarda, ümumilikdə 17 sayda ünvanda vətəndaşlara mənzillər təklif olunmuşdu və bu Bakı şəhərində 8 sayda ünvanda, 8 ünvanda, Abşeron rayonunda 6 ünvanda və Sumqayıt şəhərində də 3 ünvanda mənzillər vətəndaşlara təklif olunubdu. Təkcə bu ildə Bakı şəhərində 2 ünvanda, Binəqədi rayonu, Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsində, eyni zamanda Binəqədi rayonu Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospekti və sahil küçələrində vətəndaşlara mənzillər təklif edilmişdi.